Dünən gecə oxudum, gəldim, mən bir dənə fətva oxudum, Vəhabilərin bir dənə müftisidir, fətva verib. Bu müftünün fətvasına var, deyir, insan, kişi əgər ac qalsa, bir dənə gecə oxuyub gəlmişəm, ac qalsa həyat yoldaşını yeyərlər. Gördüyünüz kimi Hacı Ramil, güya Vahabi alimi bu fətvanı vermişdir. Onu da qeyd edək ki, Vahabi deyilən bir məzhəb və ya təriqət yoxdur. Vahabi dedikdə əhl-i-sünnə sələfləri nəzərdə tutur. Sizin bu yalan və böhtanlarınız bizim üçün heç də təəccüblü deyil. Çünki keçən əsrin böyük şia alimi Əbülqasım Xoyi heç bir İslam əxlaqına sığmayan fətvasında demişdir. Müxaliflərə böhtan atmaq, şərləmək, yalan danışmaq, ittiham etmək, söymək icazəlidir. Həmçinin bu fətvanı digər böyük şia alimi Əl-Cəvahirdə vermişdir. Məyər aləmlərin Rəbbi bizə Quranda buyurmurmu ki, ədalətli olun, hər hansı bir qövmə qarşı olan kin-küdrət sizə ədalətsizliyə sövq etməsin. Siz heç bir İslam əxlaqına sığmayan qeyri-etik fətvalarınızdan danışın. Bunlardan bir neçəsini qeyd edim. Cinsi dəyişmək, südəmər uşaqla mazaqlaşmaq, yarım saatlıq siğə, bakirə qızla siğə, cənnətdə kişi ilə, qadın qadınla evlənə bilər, imamın kişini qadın, qadını da kişi etməsi, bacı qardaşının yanında sinəsini aça bilər və s. Sonda biz də deyirik, ey Hacı Ramil, haradan oxumusansa, cürətin çatırsa, dəlilini gətir.